Bugün Xəlil Əhmədli test nizamına baxacağıq. Bakı Sovetinin Azərbaycanlılara qarşı soyqırım siyasəti. 1. 1918-ci ilin ilk aylarında Cənubi Qafqaz Komissarlığına və Seymin hakimiyyətinə tabe olmayan yeganə şəhər təbii ki Bakı idi. Bilirik ki o dövrdə iki hakimiyyətlik var idi. Bakıda Bakı Soveti, digər yerlərdə isə əvvəlcə komissarlıq, sonra Seyim idi. Bakı həm komissarlığın, həm də Seymin fəaliyyətində kənarda qalan yeganə şəhər idi. Zaqafqaziya Seymi ilə Osmanlı dövləti arasında baş verən müharibə nəticəsində Zaqafqaziya Seymi Brest-Litovsk müqaviləsinin şərtlərini tanımağa əməl elə bu olacaqdır. Əvvəlcə tanımır şərtləri qarşıda hambatıma görə. Daha sonra 18-ci aprel ayında müharibədə məğlub olduqdan sonra məcbur olur, şərtlərini tanıyır. Daha əvvəl baş vermişdir. Komissarlığın Rusiyadakı Sovet hakimiyyəti tanımaqdan imtina etməsi. Komissarlıq yaranıb 17-ci ilin noyabr ayında, 1917 noyabr. Elə yarananını da tanımırdı. Cənubi Qafqaz Seyminin fəaliyyətə başlaması Seyim aprel 18 fevral ayı. Rusiyanın Dünya müharibəsinə qoşulması 1914, Cənubi Qafqazda hərbi əməliyyatlar 17 dekabr Ərzincan müşavirəsi. Bakı XKS-nin təşkil edilməsi Bakı XKS-də 18-ci ilin aprel ayı. Daha əvvəl olduğuna görə C-ni götürəcəyik. 1918-ci ilin fevral ayında baş vermiş bu hadisə Bakı şəhərinin müsəlman əhalisinin kəskin etirazına səbəb olmuşdur. Müsəlman Milli Şuralarının ləğv edilməsi haqqında qərar. Müsəlman Milli Şuralar ləğv edilib mart soyqırımından sonra. Rusiyada Bolşevik çevrilişinin baş verməsi 17-ci ilin oktyabr ayı. İtkin ləğv edilməsi 17-ci ilin noyabr ayı. General-mayor Talinskinin rəhbərlik etdiyi zabitlər qrupunun Sovet qüvvələri tərəfindən həbs edilməsi elə bu olacaq. D variantı. Erməni bolşevik qüvvələri Bakıda milli qırğın törətmək üçün bəhanə kimi istifadə etdilər. Şəmkir stansiyasında rusların tərk-silah edilməsi. Xeyr. Trabzon konfransında Azərbaycan fraksiyasının Osmanlı dövlətinin tərəfindən çıxış etməsi. Xeyr. Müsəlman süvari alayından bir qrup zabit və əskərinin Everina sərnişin gəmisində Lənkərandan Bakıya elə C variantı olacaq. Bəli. Bakı Sovetinin Şimali Azərbaycanda müsəlman türk əhalisinə qarşı soyqırım törətməkdə məqsədlərinə aid deyil, Sovet Rusiyasının Bakını işğal etmək planı həyata keçirmək. Bəli, bu düzdür. Sovet hakimiyyətini tanımayan Cənubi Qafqaz Komissarlığının səlahiyyətini ələ keçirmək. Elə bu olacaqdır. Sovet hakimiyyətini tanımayan komissarlıq yox idi artıq mart soyqırımında. Bu Seyim idi artıq. Komissarlıq yox idi, Seyim idi. 7. Bakı Sovetinin Şimali Azərbaycanda həyata keçirdiyi soyqırım siyasəti dövrünə aid uyğunsuzluğu müəyyən edib. Soyqırım siyasəti dövrünə. Deyir ki, soyqırım Bakı Sovetinin rəhbərliyi altında 18-ci il martın 30-da başlamışdı. Bəli. 12 min müsəlman qətlə yetirmişdi. Bəli. Azərbaycanlı partiya və cəmiyyət nümayəndələri Bakı Sovetinin tələblərini məcbur qaldılar, qəbul eləmişlər. Bəli. Soyqırıma ilk səs Quba qəzasında, xeyr, soyqırıma ilk səs Şamaxıda baş vermişdi. Mart soyqırımı zamanı dağıntılı və yanğına məruz qalmamışdı. İsmailiyyə binası, Təzəbir məscidi, Asıq Söz qəzeti, Şah məscidi, Kaspi qəzeti, bunlar hamısı aid, amma Nərimanov kitabxanası aid deyil. Bakıda qırğın siyasətin başlamasına hələ bir neçə saat qalmış. Mart soyqırımının başlandığı ilk ərazi təbii ki Şamaxı idi. 4 Şamaxı, 3 Quba, 1 Gəncə, 2 İrəvan, 1 də Bakı. 2 dənə bir var burada. 2 dənə bir var. Buradakı 4 Şamaxıdır. 20-ci əsrin əvvəllərində xalqımızın milli oyanışı Çar hökumətini bərk qorxuya salmışdı. 1905-ci ildə Azərbaycan xalqının kütləvi şəkildə inqilabi hərəkətə qoşulması hökuməti bir çox tədbirlər görməyə məcbur etdi. Bakı general qubernatoru vəzifəsi yaradıldı. Bakı quberniyasında qırğınlar həyata keçirildi. Deməli, burada söhbət 1905-6-cı il hadisələrindən gedir. İkinci mətnə baxaq. Bolşeviklər Bakıda noyabr ayının 2-də Sovet hakimiyyətini elan etmişlər. Həmin dövründə bolşeviklərin başçısı Lenin başa düşürdü ki, Cənubi Qafqaz xalqlarının azadlıq mübarizəsinin sonra Azərbaycanda yeni müstəqil dövlətin yaranması nəticələnəcək. Bu səbəbdən Bakını bütünlüklə ələ keçirib neftə sahib olmaq üçün Azərbaycanda kütlə. Bu da 18-ci il mart soyqırımı. 1905 soyqırımı, 1918 soyqırımı. İndi bizə görə nə istəyir? İkinci mətndə bəhs edilən hadisənin birinci mətndə bəhs edilən hadisədən fərqli, yəni ikinci birincidən fərqli olsun. Mart soyqırımı 1905-dən fərqli olsun. 1. Hadisə ermənilərin köməyi. Təbii ki, bu hamısı üçün oxşar cəhət. Ermənilər hər dövrdə xəyanətkarlıq edir onsuz da. Qırğın siyasəti Bakı, Naxçıvan, İrəvan hər ikisində var.
O dövrdə Bakı, Naxçıvan, İrəvan var idi. Bu dövrdə Bakı, Naxçıvan, İrəvan var idi. Bakı şəhəri və quberniyasının bir çox qəzasında müsəlman əhalisi yadelli hakimiyyət, yəni Sovet hakimiyyət tanımağa məcbur olmuşdular. Üst-üzdür. Azərbaycanlıların Rusiya daxilində muxtariyyət olan inamları sarsılmışdı. Bəli. Artıq mart soyğundan sonra muxtariyyət yox, müstəqillik tələb etməyə başlamışdıq. Birinci Rus inqilabı dövründə baş verməsi birinci mətnə aiddir. Bakı Xalq Komissarlar Sovetinin yaranması ərəfəsində, yəni yaranıb 18-ci aprelin 25-i. Yəni deyir ki, 25-nə qədər baş verən hadisələr. Cənubi Qafqaz Demokratik Federal Respublikanın yaradılması 22 aprel. Bu aid. Bizə lazımda aid olmayan. Bakıda Erməni Milli Şuraları istisna olmaqla bütün şuraların ləğv edilməsi ilə bu da aiddir. Bakı Şəhər Dumasının buraxılması aprelin 20-si bu da aiddir. Trabzon konfransı ümumiyyətcə mart ayı bu da aiddir. Bakıda Xalq Millisi İnqilabi Tribunalı bu elə XKS-nin fəaliyyətidir. Ona görə bu ərəfə sözünə görə götürə bilmərik. 11-ə variantı. Xronoloji müəyyən edin. Cənubi Qafqaz Seyminin fəaliyyətə başlaması 18 fevralı. Əliağa Şıxlinski Müsəlman Korpusu 17 dekabrı. Bakı XKS-nin yaradılması 18-ci aprel ayının 25-i. Evelina gəmisinin tərkisi 18-ci ilin mart ayı. Deməli, ən birinci götürəci təbii ki 17-ci dekabr ayını. Daha sonra deməli birinci olacaq 2. Elə bir dənə ki, C variantındadır ki. Daha sonra olacaq Seymi fəaliyyətə başlaması, sonra 4, sonra 3. Mart soyqırımından sonra Bakı Sovetini əvəz etdi İctimai Təşkilatın İcariyə Komitəsi. Bu noyabrın 20-si getmişdi 17-ci il. Bakı Şəhər Duması, Bakı Sovetinin Şəhər Duması. Əksinə Bakı Şəhər Dumasını ləğv eləmişdilər. Xalq Komissarlar Soveti, bəli, elə Xalq Komissarlar Soveti. Bakı Xalq Komissarlar Sovetinin hərbi qüvvələrini yaradan çoxu təbii ki, ermənilər istisnasız. Mart soyqırım nəticələrini müəyyən edin. Müsavat Partiyası öz fəaliyyətini dayandırdı. Xeyr. Bakı şəhər və quberniyasının bəzi qəzaları məcburiyyət qarşısında Sovet hakimiyyəti tanıdı, təbii ki. Müstəqil dövlətçilik meylləri daha da gücləndi. Bu da düzdür. Azərbaycan Rusiya Federativ Respublikası tərkibində Şimali Azərbaycan ilk dəfə muxtariyyət. İlk muxtariyyət 1905-də əlaqəsi yoxdur. Rusiya daxilində muxtariyyətə inam məhv edilmişdi, bəli. Artıq dedi ki, Mart soyqırımından sonra artıq muxtariyyət yox, müstəqillik tələb edirdik. Hadisə nəticə əlaqəsi gözlənilmişdir, çox oxunmur. Bakı XKS-nin yaranması, deməli, milliləşdirmə siyasətinin həyata keçirilməsi, bəli, elə bu düzdür. Bakı XKS-nin yaranması, milliləşdirmə siyasətinin həyata keçirilməsi uyğunluğu istidə gözlənilmişdir. A600 olacaq. Mart soyqırımının baş verməsi Müsavat Partiyasının Çar hökumətindən muxtariyyət tələb etməsi. Xeyr, artıq muxtariyyət müstəqillik istəyirdi. Cənubi Qafqaz Seyminin Cənubi Qafqaz Seyminin əsasda verməsi, Cənubi Qafqaz Federativ Respublikasının yaratması, bəli, yaratmışdılar. Bu da düzdür. Bakı Sovet hakimiyyətinin qurulması, Bakıda Sovet hakimiyyətinin qurulması, Bakı Şəhər Dumasının öz ifadəsini davam etdirməsi, davam etdirilmiş, belə bu olacaq. Aynəndir. Şimal Azərbaycan 18-ci tarix üçün uyğun deyil. Sovet Rusiyasının bütün Şimal Azərbaycan ərazisində hakimiyyət elə keçmə tədbir görməsi, bəli. Müvəqqəti hökumətin Bakıda orqan olan İTİK-in ləğv edilməsi, İTİK 17-ci il noyabr ayının 22-sinə ləğv olub. 1917 noyabr ayının 22-sinə, 18-ci ilə aid deyil. Daha sonra baş vermişdir. Mart soyqırımına bağlı AXC Xüsusi Təhqiqat Komitəsi 18 iyul. Bakı XKS 18 aprelin 25-i. Trabzon konfransı mart. Bakı Sovetinin rəhbəri Daşnak Hüseyn Partiyası arasında müsavata qarşı ittifaq, bu da martdır. Evelina gəmisi, bu da martdır. Deməli, daha sonra deyirsə, təbii ki, iyul ayını götürəcək. Deməli, nə götürdük burada? A variantı. Daha sonra sorucurda Mart soyqırımına bağlı AXC Xüsusi Təhqiqat Komitəsinin yaradılması 18 iyulu, Bakı XKS-nin yaradılması 18-ci ilin aprel ayının 25-i, Trabzon konfransı mart ilə 18 A variantı, bəli. 19-a baxaq. Yanlış fikri müəyyən edin. Mart soyqırımı baş verərkən Cənubi Qafqaz edirdi Zaqafqaziya Seymi, bu düzdür. Bakı Şəhər Duması ləğv edildi.
XKS-nin qərarına əsasən Bakı Şəhər Duması ləğv ediləcək. XKS-nin yox, Bakı Sovetinin qərarına əsasən. Yəni Şəhər Duması ləğv olub 20 aprel, XKS 25 aprel. Yəni Şəhər Duması ləğv olanda heç XKS özü yaranmamışdı ki, nəsə də ləğv eləsin. Bakı XKS-nin Azərbaycanda həyata keçirdiyi iqtisadi siyasətin səciyyəvi cəhətini müəyyən edin. Əsas vəzifə erməni nümayəndənin təyin olması. Bu iqtisadi deyil. Xalq Millisi, İnqilabi Tribunal, Xalq Məhkəməsi. Bu XKS-yə aid, amma iqtisadi tədbir deyil. Müsəlmanlara məxsus mətbuatın qadağan edilməsi. Bu da Bakı Soveti, XKS-yə aid deyil. Milliləşdirmə siyasətinin milliləşdirmə xüsusi mülkiyyətin ləğv edilməsi. Bəli. Qardaşlıq yardım, nə var nə yox hamısını yollara apardılar. Eyler-Venn diaqramı əsasında müəyyən edin. 1, 2, 3, 4. Sovet Rusiyasını tanımaqdan imtina etmiş təbii ki 4A. Müvəqqəti hökumətin Cənubi Qafqaz İdarəçilik orqanı kimi fəaliyyətə başlaması komitə 1B. Qafqazda hərbi əməliyyatların dayandırılması ilə bağlı Osmanlı dövləti ilə müqavilə bağlaması. Bu təbii ki olacaq komissarlıq. Yəni 17-ci il dekabr ayı. 2C. Brest-Litovsk müqaviləsinin şərtlərinə etiraz edilməsi Cənubi Qafqaz Seymi 3D. Cənubi Qafqaz Demokratik Federativ Respublika, bu da təbii ki Seymi olacaq 3Y. Demək 1-ə B, 2-yə C, 3-ə D, 4-ə A. Bakı XKS-nin mövcud olduğu dövr ərzində, yəni 25 apreldən sentyabrın 15-nə qədər. Gördüyü tədbirlər. Xüsusi mülkiyyətin ləğv edilməsi, bəli. Azad ticarət haqqında qərar, azad ticarət yox idi. Xalq Millisi, Xalq Məhkəməsi yaranması, bəli. Torpaqların pulsuz kəndlilərə ixtiyarına verilməsi, yazıq kəndli, yox. Neft sənayesi milliləşdirməsi, bəli, 1-3-5. Cənubi Qafqaz Seymi, Bakı XKS. Osmanlı dövlətinə müharibə, təbii ki Seymi 1A. Milliləşdirmə siyasətinin həyata keçməsi XKS 2B. Osmanlı dövləti Ərzincan sazişi komissarlığa aiddir. Brest-Litovsk müqaviləsinin şərtlərinə etiraz edilməsi Cənubi Qafqaz Seymi 1D. Qərarı əsasında Mart soyqunun törədilməsi. Mart soyqunu Bakı XKS qərar vermir, Bakı Soveti qərar verib. Demək 1-ə A-D, 2-yə B. Arıcılığı müəyyən edin. Batum konfransında Osmanlı dövlətinin ona dəymiş itkilərin əvəzi 18 mayı. Mart soyqırımı, Mart. Cənubi Qafqaz komissarlığının fəaliyyətini dayandırması. Deməli, 17 noyabr 18 fevralına qədər. Bakı Şəhər Dumasının ləğv edilməsi 1918 aprel ayına qədər. Deməli, burada olacaq ilk öncə 3, yəni 17-ci il, ardınca 2, ardınca may ayı 1, yox, ardınca aprel sonra may 3, 2, 4, 1. Cənubi Qafqaz Seymi, Cənubi Qafqaz komissarlığından fərqli olaraq Seym komissarlıqdan fərqli olsun. Osmanlı dövləti diplomatik əlaqələr. Bu hər üçün oxşar cəhət. Birində Trabzon, birində Ərzincan. Cənubi Qafqazın Rusiyadan ayrılması və müstəqil respublika, bəli. Bakı XKS tərəfindən həyata keçirilən Mart soyqırımına etiraz. XKS soyqırım keçirməyib. Soyqırımı Bakı Soveti həyata keçirmişdi. Batum konfransında Osmanlı dövlətinin yeni ərazilər tələblərlə razılaşmaması, bəli. 2-4. Cənubi Qafqazda Rusiyadan ayrılması və müstəqil respublika, bu Cənubi Qafqaz Demokratik Federativ Respublikasını deyir. Aprel ayının 22-si demək olacaq 2-dən 4.